Laboratoriyada ağac gövdəsinin daxili quruluşunu öyrənən müəllim qabıq və oduncaqda yerləşən toxuma qrupunun quruluşlarına əsasən funksiyasını müəyyən etdi. Deməli, burada nə göstərilibdir? Laboratoriyada ağac gövdəsinin daxili quruluşunu öyrənibdir müəllimimiz. Qabıq oduncaqda yerləşən toxuma qrupunu görübdür. Burada A, bir də B. Qabıqda görülən bu ələyə bənzər borular olacaq, yəni floema boruları. Floema qatında bilirik ki, ələyə bənzər boru vardı. Ələyə bənzər borular. Amma oduncaqda nə yerləşəcəkdir? A hüceyrəsinə yəni aid olan oduncaq boruları, buna da ksilema borusu deyirdik. Ksilema. Bu da oduncaq borularımız olacaqdır. Oduncaq borularımız olacaq. Görək nəyi müəyyən edib? Məsələn, B toxuma qrupu gövdənin hansı qatında yerləşir? B toxuma qrupumuz bilirik ki, ələyə bənzər borulardır. Ələyə bənzər borular, yəni 1 yerləşəcəkdir qabıq qatında. Qabıq qatında yerləşəcəkdir və içərisi ilə hansı maddələr hərəkət edir? Təbiidir ki, qabıqda yerləşir, üzvü maddələr içərisi ilə hərəkət etmiş olacaq. 1 olacaq qabıq, 2 olacaqdır üzvü maddələr.